Hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Bu dəqiqə satışa çıxan belə bir möhtəşəm 4 otaqlı həyət evi çəkib sizə təqdim edirəm. Satışda olan ən möhkəm evlərdəndir dəyərli izləyicilər. 60'ın 60'a təməl üzərində inşa olunmuş, mərtəbələr arası monolit betondur və 4 tərəfdən cüt daşla inşa olunmuş bir evdir. Dövlət ipotekasına yararlı evdir. Masazır qəsəbəsində yerləşir bu ev. Ərazinin ən hündür yerlərindəndir. 2 sotda inşa olunmuş paket qupçalı dövlət ipotekasına yararlı evdir. Bu evin giriş qapısıdır. Rahatlıqla həyət yanı sahəyə 4 maşın daxil ola bilər. Tam etlənib sizə siz təbii ki bir sıra buradan yaxud da digər tərəfdən çıxarıb yaşıllıq üçün nəzərdə tuta bilərsiniz. Kanalizasiya sistemi mərkəzdir, baxın, trap nəzərdə tutulub. Ev 4 tərəfdən cüt daşla inşa olunmuş, mərtəbələr arası monolit betondur dəyərli izləyicilər. Hündür zirzəmiyə sahibdir. 60'ın 60'a təməl üzərində inşa olunub. Əlavə əşyalarınızı da zirzəmiyə rahatlıqla yığa bilərsiniz. Baxın, belə bir hündür ərazidir. Gördüyünüz kimi ara divarlarına kimi. Baxın, bu kürsünün tamamına qədər olsa da, kürsü olsa da bu hissələri cüt daşla eləyən çox nadir hallarda insanlar olur. 2 sotda inşa olunub dəyərli izləyicilər. Masazırda 6 nömrəli məktəbin yanındadır. Ev və torpaq qupçalıdır. Ərazi tamamilə yaşayışlı ərazidə qazı, su, işıq vasitəsizdir. Mərkəz kanalizasiya var. Daxil oluruq evə. Pilləkənin alt hissəsindən də əlavə əşyalarınızı yığa bilərsiniz. Girişdə sağ hissədə yerləşir. Zal hissə dəyərli izləyicilər. Zal hissə təxminən deməli 25 kvadrat metrlik bir zal hissə var. Divar kağızları zövqlə seçilib, dekorlar işlənib, kondisioner və TV xətti bütün otaqlara çəkilib. Hardasa 3.50'nin 8'ə filan da ölçülər təxminən 4'ün 8'ə. Yəni 25-30 kvadrat rahatlıqla vardır. İsidilmə kombi vasitəsilə təchiz olunur. Radiator xətləri bütün otaqlara çəkilib. Bura evin mətbəx hissəsidir. Mebellər arası döşənilib. Bura sanitar qovşaqdır. Bu qapının panelidir. Digər kiçik nəfəslidir. Onların hər biri təbii ki qoyulacaq. Qalxırıq 2-ci mərtəbəyə. 2-ci mərtəbədə yerləşir 3 yataq otağı və sanitar qovşaq. Buradan eyvan sahəsinə çıxış var. Üzr istəyirəm, eyvan sahəsi yoxdur. Bu hissədən digər tərəfdən, yəni buradan da. Bura belə bir yataq otağı, fikir verin, kondisioner xətti bütün otaqlarla çəkilir. Buradan eyvan sahəsinə çıxış var. Yəni sahə belə ətrafda tamamilə yaşayışlı evlərdən ibarətdir. Masazırda 6 nömrəli məktəbin yanı ən çox tələbat olan hissədir. Evin qiyməti çox əla qiymətdir. Start qiyməti 105.000 manatdır. Real bazar dəyəri müəyyənləşdirilib. Bura 2-ci mərtəbənin sanitar qovşağıdır. 4 tərəfdən cüt daşla tikilib. Bura yataq otaqlarından biri. Arxa tərəfdən də ərazinin hündürlüyü üçün sizə göstərirəm. Baxın, bu Duz gölü belə bir hündür əla bir ərazidir. Digər otağı da sizə göstərim. Evin start qiyməti, başlanğıc qiyməti 105.000 manatdır. Real alıcılara yaxşı endirim olunacaq. Mütləq əlaqə saxlayın. Təmir zamanı bütün materialların keyfiyyətlisinə üstünlük verilib və satışda hər büdcəyə uyğun evlərimiz var, nağd və kredit olmalı. Əlaqə saxlamağı unutmayın. Sağ olun, hələlik. Bir şey də qeyd edim ki, bu evimiz dövlət ipotekasına yararlıdır. Sağ olun, hələlik.